karış karış vətən. Çox sağ ol. Sağ ol. Qonaq eləmək borcumuzdur. Ağdərənin ilk sakiniyəm. Baxmayaq ki, bilməmişəm, ev alacaq. İlk burada yaşayanların biri mənəm. Ağdərəyə gələn hər bir kəs mənim qonağım. Yola mən layihəmdir qarşı-qarşı vətən. Başa düşürəm. Bu layihəmdə Azərbaycan igidlə qəhrəman oğullarına istəyirəm. Çox gözəl, çox bax, şəhid ailələrindən, qazilərimizdən, veteranlarımızdan xeyirdarlıq yola çıxıram. Sən də şəhid qardaşsan, Bəli, Allah rəhmət eləsin, ruhu şad olsun. Bəli. Bax, Allah canını sağ eləsin, yerə bu şəhidlərimizin adını heç olmasa anırsan. Bəzi yoldaşlar var, bizi qaroz o addan istifadə edir. Onlar görünür ki, elə o özü şəhid olmalıydı, nəinki onun o qardaşı. Şəhidin adından istifadə edilmir, çünki onun məqamı üstündür, qanundadır. Lazım gəlində də dövlətimiz o şəhidin ailəsinə kimlə qarşıdır. Nə lazımdır, öz humanist addımını atır, köməkliyini göstərir. Allah şəhidlərimizə rəhmət eləsin, veteranlarımızın, qazilərimizin canı sağ olsun. Mən də bax, həmin veteranların biriyəm. Bax, bu dağların hər bir yerində mənim tanıyanlar bilir. Mən də döyüşmüşəm. Öz vətən borcunu yerinə yetirmişəm. Səni də bir qardaş oğul kimi qəbul elədim və özüm dedim də, sən bizim qonağımızsan. Özə ərkəsəyin qonaq kimi qəbul etmişsən. Sağ ol, sağ ol, sağ ol, sağ ol. Minnətdaram. Çox sağ ol. O vaxtda gəlsən, bu Bərdər restoranı sizin qulunuzda hazır. Var ol, Allah razı olsun. Amma mənə bura pişirik gətirdilər. Hə, bildim. Soruşdum, dedim, qaqağdamlı deyilsən, dedi, yox. Əmin oğludur. Əmin oğludur. Əmin oğludur, açın. Oldu. Sağ ol. Peşman olmadın bura gəldin? Yox, var ol, qəşəng qulluq oldu. İşçi heyəti də, yəni kollektiv də hamısı gözəldir, elə var olun qadağına. Mən deyirəm, demədiyinlə bir gün qalsın burada dincəlsin. Qalsın dincəlsin. Oldu, uğurlar. Allah razı olsun. Yaxşı yox. Sağ ol. Oldu, sağ ol. Əmi, çox sağ ol. Çörək arasını çox yekə hazırlayırsan, əmi? Sağ ol. Yemək hazırlamışam, sən demə də konuşum yoluna. Sağ ol, qadın. Var ol, Allah razı olsun. Ayranda bax, bu ayrandı, salfetkası, var ol. Bunda çörəyin arasına qoyacağım, yolda yeyərsin. Sağ ol, var ol. Allah qoysun səfərin haradır dədə. Tərtər inşallah. Allah canı sağ ol. Var ol, qadın. Biz tərəfə də gəlsən Bərdiyə. Hə? Bərdiyə də gəlsən. Tərtərdən sonra Bərdədir inşallah. Orada təkərləri dəyişim inşallah. Söhbət eləyərsən də orada. Mənim başım gözümüzdə. Gəlmən orada Laçını qardaşım vardı. Var ol, Allah razı olsun. Yatdıq, durduq, söhbətləşdik. Var ol, Allah razı olsun. Gün o gün olsun, Laçında da görüşək. İnşallah. 2 dəqiqə hazırda da. Sağ olsunlar, var olsunlar. Yəni rahat deyən desən narahat deyil. Təkərin biri partlayır. Qav var, verərəm sağ. Prosto istidir. Təkərin var biri. Sağ olun, var olun. Bərdə restoranıdır. Ağdərədə Bərdə restoranı. Sağ olun. Allah sağ olasın. Bu da sənin yeməyində yolda yeyərsən. Allah qorusun. Sağ olun, var ol. Allahın amatında çox sağ ol. Sağ ol dedə, sağ ol. Allah canını sağ olasın. Qonağımız oldu, şad oldum. Var ol, qadanaram. Allah canını sağ olasın. Salam deyən. Sağ ol abi, var ol. Bərdədə də bizdən qucaq salam deyən. Başla, tərtər sonra Bərdədir. Allah qorusun. Allahın amatında. Görsən bizi. Mərum. Hayda. Sağ ol qadanalar. Ay canım. Aleyküm selam abi. Allah yaxşı yol verir. Sağ ol qadanalar. Çəkişə mane olmadı? Yox, çəkirəm. Onsuz çəkir. Çəkir. Çək. Ha, niyə olmuş çəkir? Sən çəkə ata bilərsən sən? Məndə canlı gedir. Çəkir də var. Canım bir də. Hə, siz çəkir. Sinəmə çıxmış. Hə, düşəndə görmə olacaq. Sən keç araya. Ben kopanamı çıxardım da. Hə, o panamaya da qoydu. Qulundan buradan çıxdı. Nəsə ehtiyacın yadım var. Canınızın sağ ol. Dükan tərəfə getmirsiniz? Düz gedəcək, düz tərtərə ta bilmirəm. Sən yolu. Nə lazım etkilər? Canlı sağ ol, heç nə. Dükana Dükan var qabaqda, yadından çıxdı. Gələn gedir. Yox, piyada gedir. Piyada.
Bir dənə əl eləyin. Əl eləyin, sizi çəkirəm. Bu hissəni paylaşacağım. Bəyənəni. Niyə düşmür bu? Əl eləyin. Əl eləyim bir dənə. Hə, şu. Şu, bundan paylaşacağım. Öpürəm, var. Şu. Paylaşacağım ha. Vay, çatdıram buna. Şu. Yolumuza devam edelim. Var ol, hem ol, sağ ol. Allah razı olsun. Ha. Yaxşı olasın. Canlı sağ ol, hem oğlum. Şükür, yaxşı olasan. Hara getsən, səbər? Ha, indi yol Tərtərədir. Tərtərə? Ha. 16 kilometr. Ha, buradan en 16'dır. Pişirdiler, apardılar orada mənə. Sən lazım bu marketdə. Yox abi, aldım bir şey. Vallahi aldım. Biz doğru toxam dedim. Nasıl yolda eriyəcək? Öpürəm, Allah'ın amat. Hansı rayondan sən həm oğlum? Buradan? Tərtərdən? Vay reyfim. Öpürəm. Yox, yarışmaq istəsiz yarışar. Salam, necəsiz? Yaxşı olasın. Xeyir olsun. Sağ ol, qanarım, var ol. Ağdərədən gəlirəm, Tərtərə gedirəm. O zaman sizin işləyən yeri qaldı. Təpəcə bir balqın mərkəzi. Qalan o birlərindən var ol, qadınlarım. Var ol, qadınlarım. Allah razı olsun. Minnətdarım əmin. Bozalının meşəyi kəndlərə məhsul qalacaq qardaşım. Arzu xanım, necəsiz? İnşallah orada yol icazə versinlər, geləcəm inşallah. Allah'ın amanatında. Arzu xanım, necəsiz? Sənin amanatını. Külək necə yerləri? Salam aleyküm abi. Nuş olsun sizə. Yox, nuş olsun qardaşım, yemişəm bəyəxlarım. Ha, nədir ki, bu da Tərtərdən hara gedirsən? Yağış yağır axı ona görə. Yox, var. Tərtərdən indi hara gedirsən? İnşallah sabata Bərdəyə. Ola bilər Tərtərdə bir gün qalım, çünki sınıqçıya göstərməliyəm ayağımı. Hə, burxulubdur. Eşin, nuş olsun sizə, mən getdim oğlum. Var ol, Allah razı olsun qardaşım. Hə? Hə, Allah bəyəxlam yemişim orada. Çox sağ ol, Allah'ın amanatında, nuş olsun. Yaxşı olasın. Nereden gelirsən? Neçə gün çöllərdən? Hə? Mayın 4-ündən. O bayrağın canını milyon olanlar görür. Biləm, narahat olma, ölkəmdir, narahat olma. Sağ ol, qadam ağlam, öpürəm, Allah'a aman. Aleyküm, sağ ol. Sakitlik olalım. Hoş gördük. Köpek alın. Nasılsın? Gözü görməyəcək, çıxardım. Ne diyorsun? Ağırsan. Ağırdan gelirsen. Ağdərədən. Belədir, gör çəkir. Üstünə. Ne çöm eləyək? Valla maşına neyse göre yok. Allah. Maşından aparmışsın. Ya da öğrenir. Gördüm o yüzden gelir. Deməli deyimlər sizə. Xocaldan çıxdım, Xocalın mərkəzi Ballıca kəndinə getdim. Qaldım. Ballıcadan da çıxdım. Kəndi. Şuşada qaldım. Sonra Şuşada qaldım. Sonra Laçında
Qaradağlı kəndi var. Qaradağlı soyqırıldı. 91 nəfər şəhid oldu. Əsir sürgünləri. Ekranlarımıza da danışalım. Çətindir burada Qarabağ. Şirkətlərdə də qalmışam, yaşayış olan yerlərdə də qalmışam. Ağdərədən də indi Əsas sənə köməyimiz. Deyək ki, çəkirəm ha. Evet, çəkir. Yaxın buradan da. Cəvəli. Bayraq bitəri. Sen özün oradasın. Ocalı Meşəli kəndinə, Məstəri Qasım Fərraş kəndinə. Meylilim, ver mən çəkmişsin. Bayrağımız da belədən tutdu işte. Onda gəlin siz sola keçin. Bunu tutun. Tamam oldu. Heç nə olmaz ya. Əsasımızı neyinirsən? Azərbaycanın bu bayrağına bölənmək nəyə desən deyər. Vallahi. O vaxtı müharibədə qismət olmadı, şəhidlik. Siz Allah canını sağ tərtərisiniz. eləsin. Bəli, Tərtərin Kolanı kəndindən. Ha? Sen orada kalsın. Mən Xocalı sakiniyəm, Badaradan. Belə Ağdərədə kalsın. Yox, Ağdərədə qalmıram ki, piyada Bu gəldim. gəzirik, bütün Bakıda kalsın değil mi? Hə, Bakıda işləyirəm, orada qaldım. neçə gündür çıxıb. Mayın 4. Mayın 4-dən çıxıb ərazilərimiz gəldi. Allah canını sağ eləsin. Allah Amma- səni kimi oğullara dəyməsin, Var ol, qadanalara. öpürəm, Sağ ol, əmin. minnətdarım. Allah'ım. Sağ ol. Var ol, minnətdarım. Sağ ol. Yenə də deyirəm, Çox valla. sağ ol, Nə minnətdarım. qulluq eləyək, rayonda, burada, indi lazımdır deyirsən piyada gedirəm. Var ol, minnətdarım. Oldu, çox sağ Sağ ol, ol, yenə var də ol, var. sağ ol. Çox sağ ol. Səndən nə yarışan var? Bir qardeşim qalxıyor. Yaxşı olasın. Hə? Tər tərəf. Bərdə. Benim piyada getdiyim ilin birinci gün. Sağ ol. Hər sıxması Fərraş kəndinə. Arasın. Oğlum. Belə fərqi yox ya, Azərbaycanın hər yerə. Canımı sağ ol, sürəm oldu. Allah'ın amanatında. Yox, mən piyada gedirəm, hə. Var olsun. Yolum ya, siz Allah'ın amanatında. Sağ ol, olsun. Allah'ın amanatında. Sür ol. Sağ olasın. Canım olsun. Sür, sağ olasın. Hə? Ardan. Arapçılığın. Hə, elə biləm deyirsən, narahatsızlığın yoxdur buralar. Yox. Nə kömək eləyəsin? Canımın sağ ol. Allah köməyin olsun. Var ol əmoğlu. Tərtərsənsə, hə? Ağdərədən. Ağdərədənsən, hə? Elə oradan gəlirəm. Oradan gəlirəm elə. Həsənizdən? Yox, Ağdərənin Bərdə restoranı var, Hə. orada qonaq qalmışdım. Eləmi? Hə, sağ olsunlar. Bırak gəl biz tərəfə də. Həsənizdən. İki tərəfə gedirəm. Ağdərə mərkəzi, orada Şəhidlər Xiyabanı yoxdur deyəsən Ağdərə. Tərtərdə? Yox, Ağdərədə. Ağdərədə yoxdur hələ ki. Hə. Yox, tərtərdə var. Hə, yox, tərtərə ilə onu görə gedirəm, Şəhidlər Xiyabanı ziyarət etməyə. Allah ziyarətin qəbul etsin. Var ol, qadınlar. Öpürəm, Allahın amanatında. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Suzad alıb qayıda bilərəm. Var ol. Vallahi. Diqqətini, Sağ ol. diqqətinə görə çox sağ ol. Deyəcəm bir gəl aparım. Allah sizə var desin. Elə mən bu yolu Azərbaycan kimi Allah'ın istəyirəm. Var ol, öpürəm. Allahın amanatında. Sağ ol. Allah həmişə sənə şəfa versin. Ay bolar,
videodan gel bunu aşağı sonra. Sen oraya gidip babamla sen görmək istəyirdik. Sağ ol qardaş. Yəni onlar sizə yenə hər gün dua edirlər. Sağ ol. Allah köməkləri olsun. Vallahi Abi gördüyün torpaqlarda 6 il sonra xidmət edirəm. Allah səni əziyyət verməsin. Sağ ol qardaş. Öpürəm. Allah sağ versin qardaş. Sağ ol. Öpürəm səni Sağ ol. qadan. Əmi sağ ol qadanlara. Ama böyle geçip geçip Hə? Hə? Nətən? Sen koyup geçme biraz çetin dedim. Ha yok o ne? Narahat olma. Vətən deyil, əsas odur. Var ol qardaşım, Allah'ım. Qala bax. Qala. Ha? Eşmə. Yo yo yo. Bu mənim layihəmdir qarış-qarış vətən. Xocaldan başlamışam, Xankəndi, Şuşa, Laçın, Qubadlı kəndləri, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd. Hə? Sağ ol qadanlara. Tərtərin Şəhidlər Xiyabanına. Xocallı Meşəli kəndindən. Hə? Mayın 4-ündən çıxmışam. Mayın 4-ündən. Yo, 21 gündür piyada fırlanıram. Şirkətdə falan. Şirkətlərdə, evlərdə. Dosta, tanışda. Canımı sağlığı var o. Bura hansı ərazidir indi? Bura haradır? Bu tərəfdir. Az qalır. Yo, portalım var da. Portalım var da. Xocaldan başlamışam. Sentyabrın 4-ünə, 10-una kimi bütün rayondan Şəhidlər Xiyabanı ziyarət edəcəm. Hə. Sağ ol qadanlara. Hə? Yo, gedin. Var ol qadanlara, öpürəm ol. Salam aleyküm. Yo yo, piyada. Şükür sağlığın qadanlara. Salam. Ne bileyim, ne olur. Sen canlı sağ ol. Kardeşim Tərtərə buradan sağa yol göstərir. O eşitmə. Biraz yaxın gəl də qaqa. Eşitmirəm. Yəni gözlüyün çətin bağlayaq. Sənə də əziyyət yox. Nə diyorsun? Məsələ verəcək. Canımız. Yorulmayasın. Buraya yine Ağdelen basıyordu. Şıkar. Nerede gezirəm? Paylaşacağım səni də.
Video şey. Evet çəkir. YouTube-da Vətən çək kanalı. Öpürəm Allahın amanatında. Sözünü tapşırırım. Canımı sağ ol. Allah şükür. Sən də öpürəm. Nəfəsən? Nəfəs. Hər şey var. Yoksa düşünmədim oldu. Var o qədər. Çox sağ ol. Qarabağı fırlandı. Yaxşıdır. Tətərə gedirəm indi. Bura Ağdərənin kəndidir, yoxsa Tərtərin? Şıxar kəndidir. Şıxlar. Və dedilər Ağdərəndir. Gəzə Ağdərə azad olandan sonra dəqiq bilmirəm, keçib yoxsa elə biləm rəsmi bilmirəm, keçibdə hələ tərəfə bax. Hə. Bura işğaldan sonra azad olunub da? Yox, bura çoxdan. Hə? Bura işğaldan qabaq bizdədir, yox, Mərküşəvan kəndiydi, köyün adı Mərküşəvan. Çünki bilsən niyə? Amma burada 2020-dən qabaq yaşayış olub. Şıxar qəsəbəsi. Nə? Markuşa oldu. Onlar elə bu neçə il olaraq gəlib oraya yerləşib. Bura nədir bə? Bunlar nədir? Bura zavod. Hə. Sözüm Hə, qada qalarım. Elə dedim sizin Vax. görüşürüm. Var o qadınlarım, Allah razı olsun. Hansına burdansan sən özün? Mən Kəlbəcərdənəm. Hə, Kəlbəcər. Qarabağın 2 dənə yerinə gedənməmişəm. Kəlbəcərdir, Qubadlının mərkəzidir. Qubadlının kəndlərindən keçmişəm, amma buraxmırlar da ora. Hə, Portalı da görə buraxmırlar. İnşallah orada qismət olsun gedəcəm. Demişəm də Naxçıvandır, Kəlbəcərdir, Qubadlıdır. Uşaqlar zəng eləyir, mənə söylərdə, məni görürlər, sağlar, istəyirlər. Yox, canlıda yox. Canlı söndürmüşəm. Ola bilər ki, buradan gələndə baxmışdım. Hə, deyə, sağ olsun elə, gözəl qardaş, yanımdadır elə, söhbət edir. Nətər? İş yoldaşımızı salamlayır, burada qəsəbədə olurlar. Deyir, gəlsin oturaq bir çay içək. Var o qədər. Vay, belə eşidir. Var o qaqa, var o, minnətdaram. Sağ olsun qardaşım. Hə, vay, sən zəng elədin. Sağ olsun, gəldi elə burada. Vay, buradan orada yaşayır. Hə, külək. Hə, yanımdadır, yanımdadır. Qaqa, sana nə Canımı sağ ol, var ol, minnətdaram. Salam aleyküm. Salam aleyküm. Tərtərə.
Sən qazanaram. Əziyyət çəkmə, qardaşım, əziyyət çəkmə. Sən mənim canımda izləyirəm qaqa. Var ol, Allah razı olsun. Bu qaqa demək olar ki, nətərsiniz? Torpaqların hamısını piyada gəldi. Üzürürsə qardaş. Qaqa, üzürürsə. Sən əziyyət. Canlıda baxmışam, Füzuli, nə bilim, Hadrut. Var ol, qazanaram. Allah sənə əziyyət getirməsin. Öpürəm sən. Sən baş verin. Sən ki bu qədər əziyyət çəkib bu yerləri hələ. Hə? Soruşdum, rəsmi bilmirəm. Ağdərəndir. İndi belədir səfərin, yoxsa belə? Yox, burada 2 dənə rayon qaldı. Kəlbəzərdir, bir də bu Batman mərkəzidir. Orada Kəlbəzər yol biraz təhlükəlidir, sözüm açığı. Tək getməkli deyildi, çünki dayanə çox müddətsə yoxdur. Şirkət, dost, tanış. Harada? Boşun hamısında. Gəldiklərimi iş bilmirəm. Hələ burada söhbət eləyir, abimdir, odur o, qardaşdır. Qaqa, sən nə görüşdün? Hə, sağ. Var ol, Allah razı olsun. Həm oğul, sən özün Tərtərdəndəsən, hə? Kəlbəzərlisən, hə? Nətərsən, əmi qurban? Yaxşı, hə? Allah sağ olsun. Deyən zahmətlindir. Deyən vahiddir, gəldin, yanından yatmır. Gedək qonu olsun. Çəkilin qazi gəlir, Allah razı gəlir. Yolunda qurban kəs ver, nəzir niyazi gəlir. Bitirib əlin qolun ayaqlarını ancaq ki düşmənə verilməyən bütöv bir ərazi gəlir. Bir gözü olmasa da hamıdan yaxşı görür. O gözün nuru bizim torpağa nurlar saçacaq. Ayağın birin kəsiblər, o birinə mil qoyulur. Çağırsa yenə də vətən düşmənin üstünə qaçacaq. O həmin qazidir ki şəhidlik arzusundadır. Ağlayır halına yox, dostları şəhid düşüb. Bir gecə qəfil oyanmış yuxudan ağlayaraq. Çəkilin qazi gəlir, Allah razı gəlir. Yolunda qurban kəs ver, nəzir niyazi gəlir. Bitirib əlin qolun ayaqlarını ancaq ki düşmənə verilməyən bütöv bir ərazi gəlir. Bir gözü olmasa da hamıdan yaxşı görür. O gözün nuru bizim torpağa nurlar saçacaq. Ayağın birin kəsiblər, o birinə mil qoyulur. Çağırsa yenə də vətən düşmənin üstünə qaçacaq. O həmin qazidir ki şəhidlik arzusundadır. Ağlayır halına yox, dostları şəhid düşüb. Bir gecə qəfil oyanmış yuxudan ağlayaraq. Şeydədir bu Ağabəy yallıdan yuxarı. Orataq kəndinin ayağında. Ağabəyini çıxırsan Orataq kənddə Elə bil Ağdərənin buradan gedəndə Tərtər söz yazılan yer var. Oradan 2 kilometr yazdılar, amma 2 kilometrdir. Məni pişirdilər. Dedilər ki, 2 kilometrdir. Dedim, yox, vallahi 2 kilometrdir öldülər. Gedirəm, baxıram 2 kilometrdir. Mən də yol adamıyam, bilirəm də necə getdiyimi. Mən əksəriyyəti 1-ci Qarabağ müharibəsində eləmi? Yox, 2-ci Qarabağ, aprel döyüşü də var, anter. Bildim, yəni bu baxsam, yəni əksəriyyəti Qarabağ 1-ci Qarabağ aprel döyüşüdür, post əskər olub, mayın 23-cü şəhid olub, 2020-də. 44 günlükdən qabaq şəhid olub. Sonra Bürcəli Vilqarda 44 günlükdür. Bunlar deyirlər, bunlar 44 gündür, babam. Sonra bu 1-ci Qarabağ müharibəsi. Bu 44 günlük səhv eləmirəm. Yox, antiterrordur. Sonra Fəryadda 44 günlükdür. Qardaşımız 44 günlükdür. Ağabəylərinə səhv eləmişdir. Abi, yola çıxmamışam, qabağımda xeyir dua Allahım. Yəni qazilərimizdən, veteranlarımızdan, şəhid abilərimizdən. Sən də Əmoğlu, vətən müharibəsinin qarşısın, antiterror qarşısın. Allah səni var biləsin. Allah şəfa versin. Sağ ol. Gəlmişsən görüşməyə, mən utandım şəxsən. Allah haqqında. Mən desəydim, mən özüm gəlib səndən gəlib görüşərdim. Niyə ki? Yəni, həqiqətən çox ustandım. Protez ayaqla mənim yanıma gəlməyin həqiqətən çox ustandım. Sən də sağ ol, var ol. Yəni, bu əziyyəti çəkirsən.
bu Allah şəhidlərimizə rəhmət etsin, ailələrine səbir versin. Var ol qadınlara. Uğrundakı az işğaldan azad olunmuş torpaqları belə piyada qəhti eləyirsə, sağ minnətlərim. Var ol Təşəkkür edirəm. qadınlara. Allah razı olsun. Mən sizə təşəkkür edirəm. Hər zaman yol nasıl olsun. Var ol qadınlara. Yəni bizlər sizlərə borcluyuq. Yox, sən Yəni şəhidlərimizə, qazilərimizə, veteranlarımıza hamısına bu sizin borcunuz ödənməz. Var ol. Allah səni var eləsin qadınlara. Sən baş ver. Allah səni var eləsin. Sağ Çox olasın. sağ ol. Yollarında uğurlar sən. Çox sağ ol. Var ol. Allah razı olsun qadınlara. Sağ ol abi. Həqiqətən çox sağ ol qardaşım. Həqiqətən Allah kömək olsun. Yəni mən neçə gündür baxıram, həqiqətən deyirəm, bu canlılar açır, baxıram ki, gedir, mən sual verirlər, sən bunu da yəni cavablandırır oradakı bunun şəhidləri üçün deyir, qazi üçün, veteran üçün, yəni bunları mən Var ol qadınlara. var olsun, həqiqətən yəni hər oğlan işi deyir ki, bu boyda yeri piyada hərrası yəni. Günlərlə, saatlarla, saniyalarla, dəqiqələrlə bu yolları belə qət etməsin. Var ol qadınlara. Deyirdik ki, yenə deyirəm, qonağımız olardı. Var ol. Allah razı olsun. Yəni gəlməyə, görüşməyə. Mən gedim. Hə? Deyim, mən üzürü bilim, mən gedim. Yox, yox, sağ ol qadınlara. Allah var olsun. Allah qadın. Var ol qadınlara. Hər zaman dəyərli olsun. Allah sənə şəfa versin. Çox sağ ol. Maşının da özü də ha. Maşın özü də. Allah vallahi saxlasın. Vallahi nə qulluq lazım deyil. Canlı sağ ol qadınlara. Sən çölçülük. Allah Yox. var eləsin. Var ol qadınlara. Ürəyində, içində. Var ol qadınlara. Var ol, var. Yox, yox, mən deyirəmsən ki, qardaşımız eləyib, nə eləyibsə. Həqiqətən tanınam. Bir dənə qazi qardaşımız gəlmişdi Hüseyin, Ağcabəddən keçəndə. Gəldi elə göy maşını. Allah haqqı çox pis utandım, ey Quran hamd olsun. Allah yolunu nasip eləsin hər zaman. Var ol qadınlara. Var eləsin, belə gözəl şeylərə, tarix işlərə imza atırsan, gözəl bu Var ol, vətənpərvərin nümunəsidir. Allah razı olsun. Çox gözəl bir işdir. Hər adamın Nə üzürürsən? Adamın biraz arxaya verirəm. seyrək bu hava. Yox, onu havaya görə eləmirəm. Bu şey təkər döyür. Bizim uşaqlarda qəsəbənin düşürəki çatarsan orada. Mən gedirəm. Orada səni gözləyirlər. Mən gedirəm. Tərtərin özünə getməliyim şəhidlər xiyabında. Hə, orada da şəhid bulağı da var. Elə yanından keçirsən, qəsəbə şəhərin başında yerləşir. Sənə ayağında nəsə problem var? Nədə? Belə yerdim ona. Yox baba, yox. Elə yəqin köhlükdən zatdandır. Yox, latoko düşdün ona görə. Biraz çox qırağmışam. Hə, yox, narahat olma. Hə, qadan alaram. De sana uğurlar. Allah'ın amanı. Uzun ömür. Türklərin bir söz var, deyir yolcudur Abbas, bağlasan durmaz. Var ol, öpürəm. Allah'ın amanı. Sağ ol. Hara qaçsın? Aleyküm salam. Hardan gəlirsiniz? Mən Qarabağ fırlanmışam, indi Tərtərə gedirəm, şəhidlər xiyabanına. Nətərsiz? Ya Allah. Nətərsiz? Sağ ol. Nətərsən? Üzürürsən? Sən nətərsən? Yaxşı olasın. Kəndə zətdə Hə, hamısı. YouTube'da qarış vətən yaz, baxarsan, seçmişəm, paylaşacağım. Qarış vətən. Ay, indi belə düşmüsünüz, paylaşacağım. Belə düşmüsünüz, paylaşacağım. Halallıq verirsən. Sağ ol. Tut. Paylaşım olar seçin. Sen paylaşım olar mı? Allah'ın amanı. Yok, var, her şey var orada. Salam dede, nətərsən? Yorulmayasın.
Her zamanki kimi dəmir yumruq sayəsində min şükür. Allah şəhid qardaşımıza rəhmət eləsin. Burada şəkili var. Abbasov Elvin. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Mülki şəhid Əsədov Sabit Usuboğlu 2020-də şəhid oldu. Allah rəhmət eləsin, ruhu şad olsun. Mən piyada gəzirəm nənə. Piyada gəzirəm. Qarabağ piyada gəzmişəm. Ağdəriyə hə. Yox, Ovş Qarabağın 2 dənə yerinə gedənməmişəm. Kəlbəcərdir, Qubadlıdır. Nerdə yaxandır da. Onlar ham Şəhidlərimizdir. Allah rəhmət eləsin hamısına. Var ol qadınlara. Torpağı sansan. Var ol nənə, Allah razı olsun. Ona Çox görə sağ ol. bilmirəm, bu bayrağı niyə? Yox, piyada gəzirəm nənə. Hə, sağ ol. Var ol qadınlara, Allah razı olsun. Var ol, Allah razı olsun qadınlara. Bir dənə də şəhid Çavuş Məmmədov Elşən 2020-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Var ol əmi qadınlara. Nətərdir bəlcə? Sağ olun. Nətərsən? Yorulmamışsan? Yox, Nətərsən? şu yaxşı Hoş var. geldin bu tərtərə. Sağ olun əmi, necəsiz? Xoş gününüzə Gel gəlir. bir çayımızı iç. Var ol qadınlara. Mənə bir dənə bu suyu doldurup versən mənə bəs. Niye bir çay içerdin? Yox, yox, çay içəndə öyle. Çay içəndə öyle. Gel bakalım abi, hangisi? Ha bu oğlum piyada geldiği bırak. Bura indi Tərtərin özüdür yoxsa qəsəbəsi? Tərtər gör ki, o maşının qavağı tərtər. Həqiqi, o işıq oradan o tərəfə Bura Tərtər. tərtər, bura tərtərdir. Bu iz qəsəbənin, bu iz tərtər. Bir tərtərdəsən. Ben gece harada kalırsan? Mərkəzdə görüm, qalmağa yer təşkil edəcəm. Eləyəcəksən. Eləyəcəm. İnşallah. Kaç sizce var orada? Ha, şey deyəcəm, narahat olmayın. Bu gece harada kalmışsın? Ağdərədə o Bərdə restoran var. Ağdərənin özündə. Yox, yuxarıda, Ağabəylidən, Ağabəy Yallı kəndindən yuxarıda. Sən vəhy yol gəlmişsən, qəlbilə. Şeydə bu Qırıntavoy gəlmişəm. Qırıntavoy gəlib ələ qalma keçmişsən bəri. Buradan gəlmişəm, nə mi? Bilmirəm, tanımıram valla. Tanımıram. Yolu gəlib. 16 kilometr yazılmışdı Ağdərənin özündən. Görün 16 kilometr gəlmişsən. Yox, mən Ağabəylidən gəlmişəm. Burası Ağdərədən 16 kilometr yazılmışdı. Xəritədə bu hissəni göstərmir yolu. Piyada hara kimi gedəsən? Baharda qalırsan axşam. Axşam qalacam burada. Çək onu Sən alırsan. gələ bizdə qal. Var ol, minnətdaram. Tərtərdə qalasın, yoxsa gedəsən Bərdiyə. Yox, Tərtərdə Şəhidlər Xiyabanı ziyarət eləməliyəm. Gözləm, görüşürəm qadınlara. Çox sağ ol, var ol qadınlara. Allah razı olsun. Yoxsa gəl bu çaydamlıymış da. Var ol, Mən də əfələm. deyirəm ki, çay içmir. Ya, çay səndə öləm. Var ol, nəmi? Nerede qalmışdın bu gecə? Ağdərənin Ağabəy Yallı kəndinin böyründə Bərdə restoranı var. Orada qalmışdım. Balat əmi. Ağabeyl haralı. Paprevət deyil. Yox, Paprevəndin bu yüzü. Su qovşana gedən yolun elə bir sol tərəfi. Bu da Zaryatkandır, he. Yox, kameradır, çəkir. İndi biz çəkirsən. Hə, hamısı çəkir. Danışığımız da çəkirsən. Hə, Hala olsun. var ol. Oldu. Əmilər sağ olsun. Sağ ol, sağ ol. Var ol əmi, qadınlarım. Allah razı olsun. Çox sağ ol, var ol. Xeyirləsin yolunu. Allah'ın amanatında əmi, görüşək. Var ol. Amma çay içsən yaxşı olur. Var ol. Yox, çay içəndə öləm, Allah haqq. Sağ ol. Çay içsən nə deyirsən eləyəm. Var ol. Deməyə mənə böyüdür. Ya, gözü gəl. Gəl. Mən də durum yanında da, biz durum yanında. Mən də durum da. Keçərək hançılar. Gəl. Belə duraqda hamımız. Qanam düşüyor. Ölçəmizin bir şəkil çək, tamam? Ölçəmizin düşüyor. Çək. Fred dola dur belə çək, ha, elə çəksən ki. Çək, elə çək. Ha, indi mən çıxıram, kişini də çək. Ama kişi düşmüyor. Özümü çəkmədən, nerede də gərək özümü çəkəm. Sağ ol əmi, Allah'ım. Əmi necəsən qadınlara? Çox sağ ol. Getdi. Yorulmayasın. Gəzinti gedir inşallah. Hə, gedir. Nətərsiz qızı, yorulmayasın. Allah şey zamanı qızı. Canlı sağ ol, öpürəm, var ol. İnşallah səfərədir. Tərtərin mərkəzinə gedən. Var ol qadınlara. Yox, yox.
Nə var, nə var? gəlsən? Salamatçılıq. Ağdərənin Ağabəy Yallı kəndindən gəlirəm bura. İndi hara getsin belə? Tərtərin mərkəzinə gedirəm. Şəhidlər xiyabanadadır. Şəhiddə xeyr, apara bilərəm belə istəyirsən. Piyada getsinsə gedək. Yox, piyada. Problem deyil, gedərik. Niyə getmişik? Onda getdik. Ana, gələ piyada qardaşlar gələrik. Cə. Abi gedəcək buyur. Salamatçılıq, nə qulluq, su, zat, nə Canlı sağ istəyirsən? ol. Allahın dostu. Vallahi, Nə lazım, nə kömək edir, nə ehtiyacdır? Elə bir dənə ziyarət edeyim, gedək. Hə, lap yaxşı, lap yaxşı. Nəsə lazım olur beləsə, yəni Var ol. nömrəmi də götür, yəni problem deyil, qulluğunda. Minnətdaram. Allah canını sağ eləsin, Allah köməyini. Heç nə, öpürəm qardaşım, Allah'ım Allah. Sağ ol. Allah siz şəhidlərimizə. Amin qadınlara. Zaqatalaya gələcəksən. İnşallah gələcəm. Orada olmamışam. Oranın şəhidlər xiyabanında ziyarət edəcəm. Başım gözüm üstə. Demək olar çatmışam. Amma xəritədə göstərir ki, qoy mən xəritədə şəhidlər xiyabanı vurum. Ya da qoy sözü qabaqdan bir nəfərdən soruşum şəhidlər xiyaban çata bilsəm, qaranlığa düşməsəm elə çəkişin eləyim indi. Gecə də montaj eləyim. Yox, səhər buradan çıxanda Bərliyə montaj eləyim, paylaşım. Gələcəm inşallah. Ağzəbədə gələcəm, hələ var. Sonra başqa yerlər də var. Var. Bütün rayonların inşallah şəhidlər xiyabanına. Belə deyim də, Bakıdan Xocalaya gedəndə hansı rayonun şəhidlər xiyabanını ziyarət eləməmişəmsə, onu da ziyarət edəcəm. Xocavəndə gördüm sizi. Hə, ola bilər. Ağzəbədiyə gələsiniz. Yolum düşsə gələcəm. Allah haqqı gələcəm. Yolum düşsə gələcəm. Ən yaxşı. Qaqa, ara seçkili işim eləyəsdi öyle. Uzanlı. Bir dəqiqə, beynim yanında. Ağdam quzanlısın deyirsən, nə qadan al? Hələ çəkişi montaj eləmişəm. Mən prosto paylaşmağa megabaytım. Yəni 1 saat deyil. 1 saat 50 dəqiqədə 2 saatlıq videodur. O şəhidlərimizə çoxdur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Nə tərsən? Bura elə elə. Gözlə. Bura da elə. Salam ver amya. Əl elə. Allah səni saxlasın qaqa. Sağ ol. Sağ ol əmi. Sağ ol bir qadınlaram. Var ol. Allah razı olsun. Var ol. Allah razı olsun. Hə? Mən Qarabağ zonasını piyada gəzdim. Şəhidlərimizə, Azərbaycan igid və qəhrəman oğullarına həsr eləmişəm yürüyüşümü. Qarış vətən. İndi Tərtərin şəhidlər xiyabanı ziyarət edib, sabah da inşallah Bərdə istiqamətində gedəcəm. Var ol, Allah razı olsun bibi. Çox sağ ol, qadınlaram, var ol. Allah razı olsun ana. Var ol, qadınlaram, çox sağ ol, Allah razı olsun. Mən yox, igid oğlanlarımızdır. İgid oğlanlarımızdır. Yəni, qazilərimizə Allah şəfa versin, Allah veteranlarımıza can sağlığı versin, Allah şəhidlərimizə də rəhmət eləsin. Ailələrinə də, qarşısında da baş əyilin. Var ol bibi, çox sağ ol, Allah səni var eləsin, qadınlaram. Çox sağ ol, qadınlaram, varım da, hər şey var, çox sağ ol. Var ol. Hə? Aparmağa. Hasan qaqa, hoş gördük. Var ol, minnətdaram. Apara bilərik, hara getsən apara. Maşına mindim. Niyə? Maşına mindim, nə təşən qadınlaram. Maşına mindim, qətir. Elə? Hə. Yazıq haradasan, buranı görsən, dedim köməklidir. Gedək qonağımız yox. Maşına mindim. Harada qalsın? Narıqın başında belə. Mərkəz lazım. Mərkəzə gedək, aparaq düşüdək. Yox, piyada gedirəm mən. Eləmi? Ancaq piyada. Şehir maşına minmirəm də. Maşına mindim. Dümdüz gedim mərkəzdə. Hə, qadan. Şəhidlər xiyabanı hardadır? Şəhidlər xiyabanı. Düz gedirsən.
İcraçment arxasından sola dönəsən, bir də düz gedəsən, bura uzaqdır. Neçə kilometrdir? Bu günə çatdırar mara. Ha, çatdırarsan 2 kilometr. Yəni çəkiş eləyəcəm, ona görə deyirəm. Çatdırarsan 2 kilometr, 3 kilometr. Onda gedim Tərtərin mərkəzinə. Sabah oradan elə bir gedim elə Şəhidlər Xiyabanı ziyarət edim, oradan da buraxım Bərdəyə. Hə, məsləhət olur. Getdim onda mərkəzə. Çox sağ ol. Nə olur? Allah haqqı. Pulun zadı yoxdur buradan. Var. Allah haqqı. Var, çox sağ ol. Sağ ol qadan qadan. Allah Sudan nə öyrənksin Allah. var ol. Allah razı olsun. Çox sağ ol. Minnətdaram. Sağ ol. Adınız Elməddindir qaqa? Hacı. Elməddin var arazı. Hə. Əli qazi deyəsən belə. Hə, qazi sən qaqa. Üzrü say qadan aram. Bilmədim, vallahi bilmədim. Üzrü say. Allah səni Sağ ol qadan. Sağ ol. Çox sağ ol Allah qadan. köməyin olsun. Sağ ol. Var ol əmiz. Allah razı olsun qadan. Hacı. Buradan bahçe gelirse. Rayonların hamısına. Şəhidlər Xiyabanı. Gözlə. Gözlə. İndi bir talpa aşağıda bura gəl. Gəlin yolu keçək sonra. Gözün orada gələm ora. Gözün gələm ora. Yolu keçmə, gözlə gələm. Gözün orada gələm. Yolu keçmə. Keç bu tərəfə. Nə tərsiz? Hə. Sonra. Nə tərsiz? Qarış vətən yaz çıxacaq. Anlatırsan. Yaxşı olasın. Nə tərsiz? Canınız başı. Ama olmasın. Yox. Sən ara yesin, görsün. Nə tərsən? Yaxşı olasın. Ceza harada səfərimiz. Dən hamıya salam verir. Ekran tıklayın. Adı nədir bir dənə qoy. Qarış vətən yaz. Qoy deyə bura basma. De burada da qarış vətən. Hə, şəkil çəksən. Elə altdakı ad var ha. YouTube-da da yazsan bu ad çıxacaq. Qarış vətən. Bizi qoyasan deyir. Axşama qoyacağam inşallah. Elə. İndi sən hara getsən əmi? Mən inşallah Tərtərin mərkəzinə gedirəm. O mərkəzə. Oradan da Xiyabana. Sabah. Şəhidlər Xiyabanı. Hə, sabah gedəcəm ora. Çünki çəkişdə eləməliyəm ona görə. Hardan gəlsin? Ağdərənin Ağabəy Yallı kəndindən gəldim. Mənim də atam Ağdərədə işləyir, orada bizim kaviyolar keçmişdiniz. Bərdə restoranı. Elə oradan gəlirəm. Hə, ora bizim şeylər. Neçə gün? Atan adı nədir? Atanın adı nədir? Elmədli. Çavabçı, yox, çavabçı deyil. Yox. Qəhvə müdürü. Barat əmidir. Yox, onda sən o biridir. Sən haralsan? Ağdərənin Mutlu kəndində. Yox, Barat əmi. Sən onda Barat əminin nəvəsisən, hə? Hə, belə deyil, mən deyirəm Barat əmi deyirsən, yox. Deyirəm Barat əminin nəvəsiyəm də. Deyirəm. Neçə gün yoldasın? Gəl bir dənə sizdən şəkil çəkdirim. Gözlüyüm dənə gəlirlər. Neçə gün yoldasın? Siz benim tür ölçələcəksiniz. Tüm rayonların Şəhidlər Xiyabanı. Sağ ol. Neçə gün yoldasın əmi? Bugün piyada getdiyim 21-ci gündür. Amma mayın 4-ü çıxmışam. Sağ olun. Allahın amanatında. Sağ ol Eli. Sağ ol. Şəhid Mustafayev Əl-Zami 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Qardaşımdan xatirədir. Natiq Qasımov Səlimoğlu 1992-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Natiq Bayramov İldırımoğlu 1993-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. İsmət Məmmədov Kamranoğlu 1994-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Nadirov Rəşad Nadimoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Cəfərov Təbriz İlqaroğlu 2021-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Kəlbəcər şəhidi Əl-Zamin Mustafayev Baxşıoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Elgiz Hüseynzadə İbrahimoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Elşən Məmmədov Dağıstanoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Ülfət Rızayev Novruzoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Raquf Orzov İbrahimoğlu 2016-da şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Vətən müharibəsinin qəhrəmanı Anar Əliyev Vaqifoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun.
Elgiz Hüseynzadə Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsində ucalıb. Allah rəhmət etsin, ruhu şad olsun. Allah cəmi şəhid qardaşlarımıza rəhmət etsin, ruhları şad olsun. Mən piyada gəzirəm əmi. Hə. Piyada gəzirəm. Piyada gəzirəm. Qarabağ piyada gəzmişəm. Allah köməkli olsun. Sağ ol, var ol. İndi də buradan da inşallah Tərtərin Mərkəzi Şəhidlər Xiyabanı ziyarət edəcəm. Salam edə, nəfəs. Hə. Xiyabanı ziyarət edib, sabahda Bərdə tərəf edəcəm inşallah. Piyada. Ancaq piyada. Girir Laçını, Kəlbəcər. Hamısı gəlmiş. Kəlbəcərdir, Qubatlının mərkəzidə o ikisinə gedəməmişəm. Qalan hamısına getmişəm. Nədən? Xocalının Meşəli kəndinəm, əslində Laçın Fərraş kəndinəm. Hə, laf sözü. Göz özüm. Meşəli kəndində olmuşum. Yaxşı ola sənin. Şəf səsə olarsın. Ha, niyə olmuş? Ben çəkə bilərsin. Boş. Sağ olun. Gəlin qadınlara. Gedək çay, çörək ye. Var ol, Mən ölüm. var ol, minnətdaram. Çay içək. Mərkəzə gedim, mərkəzə Bir gedim. çay iç gedək. Sağ ol qadınlar. Gecə Allah çıxır. razı olsun. Var ol, Allah razı olsun. Allah rəhmət etsin. Çox sağ ol. Sağ ol qadın. Sən də öləm, var ol qadın. Qaqa, stəkan ver. Çay sən də öləm. Yox, mən içmirəm. Çay sən də. Salam əleykum, Gəlin qardaş, görüşün hoş var ol gəlmisiniz. qadınlara, minnətdaram. Allah razı olsun. Yorulmayasın. Salam edə, nəfəs. Salam ağsaqqal, nəfəs. Yaxşı olasın, var ol. Çörək ye. Canlı sağ ol, var ol Nə qadınlara. qulluq eləyək, valla. Mərkəzə gedim çatım biraz. Hakimiyyətin qavağına. Ha, ora gedim çatım, sabah da Şəhidlər Xiyabanını gedim ziyarət edeyim, oradan Bərdəyə inşallah. İnşallah qardaş, yaxşı. Var Nə ol. qulluq eləyək. Canlı sağ ol. var. Qalacaq yerin falan var. Amma təşkil edəcəm orada. Elə oldu. Var ol qadınlara. Allah'ım anne, sağ ol. Oradan var. Var. Şəhid qəhrəmanlı Yaqub Abdullaoğlu 2022-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Ha, yox, narahat olma. Sağ ol. Çay səndədir qadınlara. Narahat olma, vaxtımı almışsınız qadınlara. Var ol, minnətdaram. Var ol qadınlara. Allah qardaşınıza da rəhmət etsin, ruhu şad olsun qadınlara. Var ol, Allah. Amin. Ha. Mənim başım gözüm üstə. Oradan keçsəm mənim başım gözüm üstə deyəcəm sizə. Baş üstə. Allah cümləmizi qorusun qadınlara. Çox sağ ol, var ol. Allah razı olsun. Hardan? Ağdərədən saat neçədə çıxmısan bəri? Ağdərənin Ağabəy Yallı kəndindən çıxmışam. Saat neçədə? Bərdə restoran var orada. Oradan çıxmışam. Tezdən çıxmısan. 10 idi, 11 idi belə çıxmışam. O gəlin çatdın da. Hara keçirdin? Mərkəzə gedirəm də. Rayona. Yox, Tərtərə. Turp Qalacaq yerin zadın var, qayıq alırsan. Elə gecə gündüz gedirsən. Yox, gecə gündüz getmirəm. Tərtərin mərkəzinə gedim, orada uşaqlara sən gedəsən, qalmağa yer təşkil edirsən. Xocalının Meşəli kəndinə, əslində Laçın Fərraş kəndinə. Harda qalırsan? Hə? Bakıda yaşayırsan. Hə, Bakıda qalmışam. Biz bir dəqiqə Bakıda yaşayırsan. Hə, işim üzüm tələbəyəm deyə orada qaldım. Belə qabaq harda qalırsan tələbəsi? Elə Bakıda qaldım. Neçə yaşın? 23. Maşallah, yaxşı yaşın. Var oğladan var. Bakıdan piyada gezmişsən Ağdərəyə. Yox, Bakıdan Xocalıya getmişdim. 26 fevral günü soyqırım günü Xocalıya çatmışdım. Bakıdan çıxıb ora. Hə, Xocalıya. Neçə günə çıxdın? 13 günə çatdım. Bu da mayın 4-ü çıxmışam çıxmana. Qarabağ zonasında dayanacaq nöqtəsi tapmaq çətindir deyə. Bəzi yerlər var ki, kənd gedirəm ki, çünki 40 kilometr dayanmadan getmək olmur da. Gəlir 20-20 ya 30-30 gedəsən. Ona görə mayın 4-ü çıxmışam, 21 gündə yola. Elə bir tezdən çıxanlar gecəliyəndə yolda qaranlığa çıxırsan, nə var? Yol davam edirəm ki, çatır. Fikirləşmirsən də, bunlar bir şey nəzər. Bu var. İti qovan var. Sizdə o əsas qovan odur var. Sonra, yəni... Bir gündə getmişəm, Nurdan Babudev Tərtərin mərkəzindən Bərdənin mərkəzinə, gecə saat 12-də çıx, tezdən yer çatıb ora. Oradan da bir də qayıtmışam Tərdən Sarıcalıya qədər. Kaçmışda harda 35 kilometr. Bərdədən mən də gəlmişəm piyada. Mən Ağdamdan çıxdım, düz Maşından ehtiyatlı ol, biraz bəri. Ağdərənin Ağabəy Yallı kəndinə getdim.
38 km. O kərdə yol zadı yəqin navigator azadmır. Hə, yox, Qarabağda çox yer navigator yoxdur ki, papdu yedi. Bu yolu, bu gəldiyim yolu göstərmirdi xəritə. Navigator sistemi hər orada inkişaf eləmir. Ha, yox, istəmir. Çünki Waze-i vurursan, Waze-də oranın koordinatları yoxdur. Şuşada da var Waze. Hə, Şuşada ola bilər quraşdırıblar ki. Gərək ki, keyiz götürərəm. Çay içəndə. Sabit çay alalım. Çay içəndə öləm orada. Çay içəndə yer yəmirsən, ağırlaşsan. Yox, başım çay içəndə öləm. Şöyrəmi? Hə, çox sağ ol, var ol. Allah'ın amatında, yorum yazın. Salamat. Yeni yaşam oldu. Allah'ın amatında. Hə, demək olar. Öpürəm, Allah'ın amatında. Ahmet Əslə. Oradan gel, vara geçsin. Xocalının Oç Qarabağın demək olar 2 dənə yeri qaldı. Kəlbəcərli, Qubadlı mərkəzidir. Qalan yerlərin hamısı piyada gəlmiş. Eləmi sən oğlum? Hə, indi üzü tərəf Şəhidlər Xiyabanı ziyarət edilən. Burada mərkəzi nə qədər var elə? Buradan azdır mərkəzə. Dik aşağıda, Pavarot aşağı düşsən mərkəzdir. Hə, gedim görüm oradan ara. Eşini qədərəm, Allah amandır, sağ ol, var ol, minnətdarım, Allah razı olsun. Azərbaycan milli qəhrəmanı Vəzir Orucov küçəsidir. Vəzir qardaşımızın da heykəlini düzəldiblər. Allah razı olsun. Allah rəhmət etsin, ruhu şad olsun. Tərtənin Horuzlu kəndindən Allah rəhmət etsin, ruhu şad olsun. Bu küçə də ona aiddir. Nə var, nə yox? Salam aleyküm, nəfəs. Haralsan qaqa? Mən Xocalının Meşəli kəndindən, Əslində Vasıfın Fərraş kəndindən. Hansı tərəfdən gəlirsən? Qarabağ zonasını Buradan gəlirsən, hə? Hansı tərəfdən gəlib buradan çıxırsan? Xocaldan başladım, Xankəndi, Şuşa, Laçın, Qubadlının kəndləri, Zəngilan, Cəbrayıl, Zəngilan da kəndləri, Cəbrayılın da kəndləri, Füzuli, Belə hara getsən? Tərtənin Şəhidlər Xiyabanını sabah ziyarət edəcəm, çünki çəkişdə eləməliyəm, gecəyə düşürəm. Burada bu gün qalasın, yoxsa yer yersən? Yox, bu gün qalacam. Qalmağa yerin zadım var. Təşkil edəcəm inşallah. Elə, nə qulluq edim sən? Canlı sağ ol. Sudan sevdən nəyin var, nəyin yox? Hər şey var. Allah haqqı, sən yersə çəkənsən. Yanlarım ha. Yanlarım. Nömrəmi götür, mən tərtərdəyəm. Nə problemin olsa mən yer. Var. Götür. Gözü bu birisine yazıb. Sənin nəzarətdən Tərtər şəhidi var üstündə şəkillərdə. Abi, varınsa ver vurum. Yoxdur, sorsaram uşaqlardan. Varınsa ver vurum. Elə mən sənin nömrəni yaxşı götürüm qoy, yaxşı WhatsApp yazmaz. nömrəmi götür. Güzel abi. Kodu düzəldir çıxardır. Sütlüdür, sütlüdür. Allah. Geç sağda otur. Oturmuşam bir şey. Stol var ha. Oturmuşam abi. Sənlə görüşdüm əmi oğlum. Görüşdüm səninlə. Ha görüşdük. Ha, tərtərdəyim qal. Ver burada içelim. Gətirirəm. Neçə saatdır gəlsən? Mən də səhər çıxanam. 10-da çıxmışam deyəsən. 10 ya da 11, 12 ilə. Hansı yol gəlmişsən? Buradan düşdün sən, buradan gəl. Qırıntava yol yoxdur. Qırıntava ilə piyada gəlirdin. Ağdərə yolu yəqin gəldi. Ha. Ağdərənin çıxmır. Belə, özün harada yaşayırsan? Hə? Qaqa harada yaşayırsan? Mən təhsilimə görə Bakıdayım. Oxuyursan, tələbəsən? Hə, təhsilimi dondurdum, əhdimi yerinə yetirmək üçün Bakıdan Xocalıya getmişdim 26 fevral günü. Xocalı soyqırım günü. Demişdim inşallah ev verirsə, öz evinizə, obamıza. Yəni mənim fikrimdə Meşəli kəndi idi, Xocalının Meşəli kəndi. Ora buraxmadılar, Badaraya getdim. İnşallah orana da bir gün icazə verərlər, orada gedərəm. İndi də dedim elə dondurmuşam da təhsili. Boş. Hə, kolleci. İndi də sənətin kolleci. Dedim elə təhsilimi dondurmuşam. Bundansa dəyərli bir iş görmək lazımdır. Ciddilərimizi əsir eləmişəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza da can sağlığı versin. Amin. Bu qaynasını verirəm. O, gedim. Hə? Ya aşağıda da. Hə, düşmüşəm. Elə Maytanzadın yaş görülür ki,
Yo, belə də yemiyorum. Sunkana girdi, onlar sunkana girdi. Yo, yemirəm, sağ ol qadan. Sonra koyma. Ya sunkana koy. Abi, yo, yerim yox deyir qardaşım, kötü. Götür onu. Halal eləyin, sağ ol qadan ara. Çox sağ ol. Bu görüşüm üzürlü say. Öpürəm səni. Var ol, minnətdaram. Nömrəmi yazdım. Dedim kağıza yaz ver də. Əziyyətdən keç. Canlı söndürəndə yazacağam nömrəni. Əmi deyək, bu əmidir. Allah dəyməsin. Sağ salamat qayıtsın getsin Bakıya. Var ol qadan ara mənim. Allah razı olsun. Qardaşlar da. Sağ salamat. Allah sizə yar olsun. Deyir Xaliqə tanıyırsan əmi? Xaliq, Kolanda. Kolandan Xaliq Hə. tanıyırıq, hə. Deyirsə tanıyır. Hə, dostumun nə istəsə bilmirəm. Var ol əmi oğlu, çox sağ ol. Sağ ol qadınam. Yəni indi buralarda nə lazım oldu, nə ehtiyac oldu qaqanın Başım gözüm. gələcəm yanına. Çox sağ ol abi. Əmi eviniz hardadır? Əmi tut dolu da burada. Gözlə bayrağı əyəşağı. Abi şey ilə nə oldu? Xoş gəlmisən. Sağ ol qadan. Harda otur? Azərbaycan milli qəhrəmanı Elman Hüseynov Süleymanoğlu 1993-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Sumka satılan yer hardadır? Sumka falan. Qabaqda. Çox sağ olun, yorulmayasınız. Gəl bura qardaş, bir dənə bu obyekti göstər baxsana. Qardaş, xoş gəlmisən. Var ol, var ol. Gəl bax. Nəfəs. Bazar olsun qardaş. Burada tərtənin arzu dönərdə ən tərtədə gözü. Bazar olsun. Öpürəm, keyfən keç, sayı su Var ol iç. qardaşım, Bizim çox suyumuzu sağ ol. iç. Keç qonağımıza. Var ol Gəl, qardaş. gəl. Yo, qardaşım, yemişəm, yemək yedim. Yox, hər şeyimiz var ya burada. Hə? Su iç biz sənə. Sağ ol qardaşım, var ol. Kola nə verim lan? Yox, Aydı su içir, aydı su. Nə qədər? Belə bir fanta ver. Orucov Vəzir, Əliyev Anar, Hüseynov Elman, Allah rəhmət eləsin, Allah aşağı olsun şəhid qardaşlarımız. Tərtər şəhidi, Ədalət Paşayev, 92 şəhid. 92-ci ildə şəhid, Allah rəhmət eləsin, Allah aşağı olsun. Məhərrəmli Fuad, 2020 şəhiddir. Allah rəhmət eləsin, Allah aşağı olsun. Qoyzadə Elmi, Allah rəhmət eləsin, Allah aşağı olsun. Məhərrəmli Fuad, Allah rəhmət eləsin, ruhu şad olsun. Hüseynov Elmur, Allah rəhmət eləsin, ruhu şad olsun. İskəndərov Nicat, 2016 şəhiddir. 2016 şəhid, Allah rəhmət eləsin, ruhu şad olsun. Hüseynov Eşki, Allah rəhmət eləsin, ruhu şad olsun. Məmmədov Səxavət, Allah rəhmət eləsin, ruhu şad olsun. Hüseynzadə Elgiz, Allah rəhmət etsin, ruhu şad olsun. Mehdiyev Yasən, Allah rəhmət etsin, ruhu şad olsun. Mustafayev Əzzamin, Allah rəhmət etsin, ruhu şad olsun. Həsənli Zəlimxan, Allah rəhmət etsin, ruhu şad olsun. Rəhimli Bəxtiyar, Allah rəhmət etsin, ruhu şad olsun. Abdullayev Şəhriyar, Allah rəhmət etsin, ruhu şad olsun. Zamanov Şakir, Allah rəhmət etsin, ruhu şad olsun. Əzadə Elşən, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Elman, Allah rəhmət etsin, ruhu şad olsun. Aslanov Xəyal, Allah rəhmət etsin, ruhu şad olsun. Rızayev Ülfət, Allah rəhmət etsin, ruhu şad olsun. Abbaslı Elnur, Allah rəhmət etsin, ruhu şad olsun. Sırxayzadə Cahangir, Allah rəhmət etsin, ruhu şad olsun. Hacıyev Qubat. Qubat tərtənin şəhid olub 44 günlükdə. Birinci gələn şəhid olub 27 sentyabrda. Allah rəhmət etsin, ruhu şad olsun. 44 günlük. Məmmədli Turab, Allah rəhmət etsin, ruhu şad olsun. Əhmədzadə Mürşid, Allah rəhmət etsin, ruhu şad olsun. Cəfərov Təbriz, Allah rəhmət etsin, ruhu şad olsun. İsaqlı Anar, Allah rəhmət etsin, ruhu şad olsun. Abbasov Elvin, Allah rəhmət etsin, ruhu şad olsun. Faiz İbrahimov, Allah rəhmət etsin, ruhu şad olsun. Polad Əşmovdu, Allah rəhmət etsin, General Mayor. Şakir Həsənov İdrisoğlu,
1994-də şəhid olub. Allah Qumbara rəhmət. atılıbdı Tərtər sahəsində. Qumbara atanda özünə üstünə dostlarını qoymuşdu 92-ci ildə. Yox, 94-də şəhid olub. 94-cü ildə çağırdı. Şəhid Teyyub Mirzəoğlu, Allah rəhmət etsin, ruhu şad olsun. 92-ci il şəhiddir deyəsən. Teyyub Mirzəoğlu 92-ci şəhid. Şirinli Nurlan, Allah rəhmət etsin, ruhu şad olsun. Hacıyev Rüstəm, Babacədə Mirşəmsi, Allah rəhmət etsin, ruhları şad olsun. Mirzəli Rəşad, Allah rəhmət etsin, ruhu şad olsun. Əliyev Elməddin, Allah rəhmət etsin, ruhu şad olsun. Ələkbərli Ələkbər, Allah rəhmət etsin, ruhu şad olsun. Hacızadə Ceyhun, Allah rəhmət etsin, ruhu şad olsun. Mənsimli İntiqam, Allah rəhmət etsin, ruhu şad olsun. Qasımov Azər, Allah rəhmət etsin, ruhu şad olsun. Əzizov Ayşad, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədli Sənan, Allah rəhmət etsin, ruhu şad olsun. Şəmilov Azər, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Elşən, Allah rəhmət etsin, ruhu şad olsun. Rüstəmov Vasif, Allah rəhmət etsin, ruhu şad olsun. Quliyev Anar, Allah rəhmət etsin, ruhu Anar şad hərbi olsun. olubdur, hərbidən yaralanıb gedib məzuniyyət elə bir evə yaralanıb. Məzuniyyətdə evdə olanda evdə şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Verdiyev İsaq, Allah rəhmət etsin, ruhu şad olsun. İsmailli Şamil, Allah rəhmət etsin, ruhu şad olsun. Zeynalov Mübariz, Allah rəhmət etsin, ruhu şad olsun. Məhərzadə Talih, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Səbohi, Allah rəhmət etsin, ruhu şad olsun. Hüseynov Anar, Allah rəhmət etsin, ruhu şad olsun. Vəlişov Elməddin, Allah rəhmət etsin, ruhu şad olsun. Hüseynov Aslan, Allah rəhmət etsin, ruhu şad olsun. Qəhrəmanlı Yaqub, Allah rəhmət etsin, ruhu şad olsun. Yaqub Qazi idi, Tərtərin qazi olub. Sonra əməliyyata gedib Türkiyəyə, orada dünyasını dəyişmişdi. Bir ildən sonra dəyişmişdi. Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Ecan, Allah rəhmət etsin, ruhu şad olsun. Abbasov Ay Sənan, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Mehdi, Allah rəhmət etsin, ruhu şad olsun. Qardaşdır sizə. Abbasov Elşən, Abbasov Xaliq, Allah rəhmət etsin, ruhu şad olsun. Şəhid Zabir, Allah rəhmət etsin, ruhu şad olsun. 92 şəhididir. Allah rəhmət etsin, ruhu şad olsun. Orcov Elçin, Allah rəhmət etsin, ruhu şad olsun. Əmrov İskəndər, Allah rəhmət etsin, ruhu şad olsun. Allah rəhmət etsin, ruhu şad olsun. Səfərov Arif, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Talih, Allah rəhmət etsin, ruhu şad olsun. Ağayev İntiqam, Allah rəhmət etsin, ruhu şad olsun. Sabirli Əjdər, Allah rəhmət etsin, ruhu şad olsun. Bağırlı Mirsədi, Allah rəhmət etsin, ruhu şad olsun. Şahbazov Ruslan, Allah rəhmət etsin, ruhu şad olsun. Qəmbərli Qəmbər, Allah rəhmət etsin, ruhu şad olsun. Aslanlı Orxan, Allah rəhmət etsin, ruhu şad olsun. Əhmədzadə Məftun, Allah rəhmət etsin, ruhu şad olsun. Hətəmov Babək, Allah rəhmət etsin, ruhu şad olsun. Qarayev Mehman, Allah rəhmət etsin, ruhu şad olsun. Lalayev Ruslan, Allah rəhmət etsin. Bir günlükdə var idi, antiterror. Onu da şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Əsədov Sabit, Allah rəhmət etsin, ruhu şad olsun. Yəni qardaşlar, sizə təşəkkür edirəm həqiqətən. Yəni mən yeganə dönərxanadır ki, görürəm ki, yəni belə şəhidlərimizə dəyər verilir. Həqiqətən. Var oldu, narahat. Həqiqətən. Qardaş bir ayaqdan deyil, Allah belə biləm çörək yeməyə məcbur aparır. Həqiqətən var oldu. Yox, mən elə görəndən sonra həqiqətən mən sevindim. Yəni belə dəyər verməyimizə həqiqətən. Allah sizi var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin. Bu kişilərin sayəsində biz nə yeyirsə, içiriksə, yəni boşluq hər dəqiqəsi, sabahsı, büyüsü günü, hər günü də boşluq. Yəni veteranlarımıza, qazilərimizə də təbliğ edirsiniz. Var ol, qadınlar. Özü də böyük bir işdir. Allah razı olsun qadınlar, minnətdaram, çox sağ ol. Qonağımsız, dönər yemişsiz, gedən harda deyilsiz, çörək. Var ol, Allah razı olsun, çox sağ ol. Allah şahidlərini qəbul edirəm Qurana. Var ol, minnətdaram qardaşım. Elə qardaş bir ayaqda birləşir, Allah haqqı bilmədim, həqiqətən. Yəni üzrü say, bilmədim. Yəni sən o mənə demədən çağırmağın var, həqiqətən var ol, həqiqətən var ol, minnətdaram. Çox sağ ol. Yəni çox adam var ki, deyir ki, qardaşım, içəri şəhid çəkir var.
belə deyil, amma yəni bu mənə demədən çağırırlar. Mən elə bildim yeməyə deyil, məcbur aparır. Var ol qadınlaram. Allah sizi var eləsin qadınlaram. Çox sağ ol. Allah razı olsun qadınlaram. Allah kömək olsun. Var ol qardaşım. Allah kömək olsun. Sağ ol, var ol. Həqiqətən şad oldum, minnətdaram. Allah razı olsun. Sağ ol. Var ol, minnətdaram. Yox, mən də sizə minnətdaram ki, yox, mən də sizə minnətdaram. Yox, mən də sizə minnətdaram ki, həqiqətən belə yəni yad edirsiniz. Var ol qardaş. Yəni mənə qardaş elə bildim ki, Qarabağ cəmaatına, yəni Azərbaycan xalqı qonaqpərvərdir. Mən elə bildim ki, qardaş deyir ki, məcbur salır içəri ki, yemək yeyir. Görəndə həqiqətən nətə deyim, ləzzət elədi də, yəni şəxsən ləzzət elədi ki, yəni yad edirsiniz. Mən belə həqiqətən gözləmirdim, dedim bəlkə şəhid ailəsidir, birdən qəlbim qırar. Hər birini bir-bir çıxartmışıq onu. Var, onlara canınız da qurbandır. Onların sayəsində burada pul qazandıqda olanlar. Düz. Balaca dönəxamıza onu yaratmışıq da qaqa. Allah sizi var ya. Allah kömək olsun. Allah sənə var. Mən şüşəni gördüm bəyəxam, elə bilə o tərəfdə var, yorğunçuluqda. Balaca yerdə qaqa. Yəni oranı da bəyəxdən görürəm, deyirəm amma orada kimsə var. Allah bazar versin qardaşım, şad oldum bir daha var o. Allah razı olsun qardaşım, Allah razı olsun. Allah razı olsun. Var ol qadın. Sağ ol qadın. Amma o sən özünlə mən görüşsəm olar da qadın alır. Allah şahı versin qardaşım. Allah qadın alır. Sağ ol qadın alır. Ay maşallah sən. Ürək sən haralsan belə? Mən Xocalı Meşəli kəndinəm, əslində Asım Fərqaşıyam. Şəhid ailəsindən başına. Mən babam şəhiddir. Allah rəhmət eləsin. Allah ölənlərə. Jurnalistsən özün vətəndaş. Yox qardaşım, bu mənim layihəmdir. Hə. Bu layihəm qarış-qarış vətəndir. Azərbaycan igid və qəhrəman oğullarını əsir eləmişəm, sizlərə əsir eləmişəm. Yaxşı təbəssümlü qardaşsan, maşallah. Allah sənin köməyin olsun. Var ol qadınlarım. Allah sizlərə var eləsin. Sizlərin sayəsində hamı elin ovasında sakitcə oturur. Allah köməyin olsun. Hamı sizlərə borcludur qadınlarım. Sağ ol qadınlarım. Qada görməyəsən qada. Allah sənə də şəfa versin qardaşım. Allah səni sağ ol. Var ol, minnətdaram qardaşım. Sən elə bir xeyir dua alsan mənim üçün böyük bir şeydir. Başına dönüm. Mən sənin namazımda dua eləyəcəm. Var ol qadınlarım. Allah qəbul etsin. Sağ ol, başına dönüm. Allah'ın amasında gecəsi. Allah razı olsun. Sağ ol qardaş. Yolun çox gedim biraz yatdım, səhər Bərdəyə gedəcəm inşallah. Tərtərin şəhidlər xiyabanı ziyarət edib oradan Bərdəyə gedəcəm. Sağ salamat get başına dönüm. Heç belə qardaşlar da var, buna bax sən bura. Var ol, minnətdaram. Sağ ol, məcbur. Nə tərsən? Nə var gördük? Niyə? Uzundan bir görünəklər də oldu. Gözümdə sən. Yaşadır deyə gəlir belə işləri çəkir, işlər. Qarabağ bölgəsinin başından piyada çıxıb qarış-qarış şəhər ailələrində onun hər biri şəhər görüşür, kəsilişir, Qarabağ. Gör nə işlər. Allah canını sağ olsun. Allah sənə qüvvət versin. Sağ ol. Gör nə təbəssümlü qardaş. Hə? Yox, piyada. Mən də piyadadan. Piyada gəzir. Əhdim var idi. Bakıdan Xocalıya getdim. 26 fevral günü, soyqırım günü getdim, çatdım Xocalıya. Mayın 4-də başlamışam Xocalıdan Xankəndi, Şuşa, Laçın, Qubadlının kəndləri Qubadlıya buraxmırlar. Qubadlının kəndləri Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Xocavənddən sonra Ağdam, Ağdərə, sonra Tərtərə gəldim. Hamısını dayanmadan piyada geçsin. Mayın 4-dən gəlirəm də, belə deyim. Elə gün olur ki, məsələn, videolar yığılıb qalır. Məsələn, 3 gün dayanıram, onu montaj edib yolu davam edirəm. Məsələn, elə gün oldu ki, video 1 dəqiqə çəkir, 8 saatlıq günün təsəvvür 800 dəqiqə, 1 dəqiqədir. Baxış olur mu heç olmasa? Yox, YouTube-dadır da məndə. Sən baxışa görə eləmirəm. Mən nətə deyim, unutmaq istəmirəm də. TikTok, YouTube kanalında elə qarış-qarış vətən yazın çıxacaq. Qarış-qarış vətən. Deyib, belədir. Profil şəkil belədir. İzləyirəm mən, baxın. Xocalı Meşəli kəndindənəm, soyqırım olan kənddir. İndi inanırsan, buraxmırlar ora, mən əhdim oraydı, qoymadılar. Sən arzuna niyyətin əsas, Facebookdan hər yerin qarış-qarış gəl. Sağ olun. İş nə, Allah sizi var eləsin, şad oldu. Yox qardaşım, gedirəm elə, 44 gün isə Zabil əmi var idi, video çəkişlər edirdi, onlar da qonağım. Zahid kimdə? Zabil əmi, yoxsa Zahid. Zahid, yorğun çoxdur, üzrə say qardaşım. Görüşün əmi olur. Var ol, minnətdaram, şad oldum sizdən, var ol. Mən də şad oldum, sağ ol qardaşım. Allah sənə də şəfa versin qardaşım, sizlərə borcluyuq. Var ol, qadınlaram, minnətdaram. Allahın amanatında abi, gecəsi. Nə var?
Aslan. Yaxşı olsun qadınlar. Nətərsən? Salam əleykum. Mən hardan gəlir? Mən Ağdərə tərəfdən, Ağdərənin Ağabəyli kəndindən bəri gəlirəm. Piyada gəlsin. Hə. Mən də gördüm ama. İndi Tərtərdən Yox, tərəfdən deyirəm. Şəhidlər Xiyabanı ziyarət edirəm də. Hansı ölkədə yaşayırsan? Xocalıda qaldım, Meşəli kəndi. Azərbaycanlısan. Hə. Oxşu gecə də gəlirsən də. Yox, gecə gəzmirəm abi. Burada dedilər balaca uşaqlar çağırırdı. Boş gəldim yoxdur, balaca uşaqlar. Evin var qalmır. Hə, burada Zabil əmrdə qalacam. Zahidəm 44 günlükdə video nəsə ehtiyacdır? Canlı sağlığım oldu. Öpürəm səni. Var Allah ol, sənə şad ol, verməsin. qadan Biz adam. də Azərbaycan insanları. Nə Var ol. vaxtı? Var ol, Əlimizdən qardaşım. olmuşsa. Üzür qadan. Bağışla qardaşım. Çörək sat yemisən? Hə, yemişəm qardaşım, var ol. Nəsə lazım olsa Allah razı başımız olsun. üstə. Var ol, minnətdaram.